Salam dostlar. Bugün biz formlarla işləmə üzərində danışacağıq. Həm JavaScript tərəfdən də UI tərəfdən. UI tərəfinə çox toxunmayacaq. Əsas formların işləməyi üzərində dayanacaq. Bunun da səbəbi odur ki, biz ümumən bir frontendçinin əsas vəzifələrindən biri dediyimiz kimi UI-da olan məlumatları, yəni bu input olsun və ya başqa bir məlumat olsun, onların düzgün şəkildə idarə olunmasıdır. Bunun da ən əhəmiyyətli hissəsi formların işləməkdir, yəni inputlardan məlumatları almaq və s. eləmək. Bunun üçün də indi biz qabağımıza məqsəd qoymalıyıq ki, mən formdakı məlumatları necə sürətlə və effektiv şəkildə ala bilərəm. Bu, necə deyərlər, bəzən elə olur ki, çox zaman alan bir məsələ ola bilir. İndi bunun optimal variantlarını axtaracaq ki, kimə necə optimal gəlir bu formlarla işləmək. İndi mən burada bəsit UI yaratmışam. Belə bir görüntüm var burada. Bunun SAS hissəsində yazmışam. Bunu da display block edək. Block edək ki, olsun, altında görünsün bu şəkildə, alt-alta görünsün, hate yox, hate verməyə ehtiyac yoxdur. Sadəcə 10 piksel, 20 piksel verirəm bura. Mən indi SAS-la çox bəsit seçicilərini yazıram və bura ölçü verək bir dənə, minimum bit verək, 200 piksellik bir minimum bit verək bura ki, belə bir görüntümüz olsun burada. Və indi mən bunları tətbiq elədim class form controlda. Bunların təbii ki, resetlənməsi lazımdır və s. Onları sonradan da UI tərəfində eləyə bilərik. Biz ona hələ ki diqqət eləmirik. İndi burada da gəlirəm bir dənə də button üçündə bir klassik bir BTN klası yaradım. Bunu sıfırlayayım. Border none və outline none olsun. Sonradan buna deyək ki, background olsun, none olsun, background none və deyək ki, cursor pointer olsun. Ondan sonra focus outline none olsun bunun üzərində və ondan sonra da bunun içərisində əgər belə bir primary varsa, bunu ayrıca da yaza bilərik. BTN primary deyə ayrı yazaq biz, ayrı istifadə edək. Gələk BTN primary edək və s. Bu şəkildə bir düzəliş verək. Buna bir primary buttonumuz olsun ki, burada istifadə edək. Belə bir background color'ımız olsun. Background color belə bir color olsun. Border color və s. Ondan sonra bunun background color'ını dəyişdirək. Buna bir dənə belə bir renk verək. Və gələk burada buna da bir button xüsusiyyəti verək. Class BTN primary deyə bir class verək buna. Və nəticədə belə bir görüntümüz olsun. BTN primary. BTN primary'də bunu class olaraq vermədik. Bunu verək. Və belə bir görüntümüz olsun. Bunun üzərində və BTN buna da eyni xüsusiyyəti verək. Buradan xüsusiyyətini verək ki, daha səliqəli bir görüntümüz olsun. Bunun üzərində belə bir xüsusiyyət var. Və indi belə bir buttonum var. Bunun üzərində mən iş görəcəm. Burada bir də bunların arasında bir məsafə də verək. Margin tab verək, margin BTN verək, button verək, 10 piksel olsun. Bu şəkildə belə bir səliqəli bir görüntümüz olsun. Fokuslar yox təbii ki, burada verək. Belə bir görüntümüz olsun. İndi bunu verdiyimiz zaman, indi burada forumun elementlərim var. Mən bunun işin JavaScript tərəfinə fokuslanacağım artıq. JavaScript tərəfinə gətirim, JavaScript-i də qoşum.
deməli gəldik bura. Deyirəm ki, JS, AppJS. Bunu da qoşduqdan sonra mənə lazımdır ki, artıq mən burada JavaScript-də olan məlumatları mən buradan ala bilim. Bunun üzərindən yəni konsolu açaq. Konsol hardadır burada? Bunu yəni bağlayaq. Yəni lazımdır konsol. Bunu biraz balacalaşdıraq. Buradan konsolu açıq saxlayaq ki, buradan rahatlıqla görə bilək. İndi mən burada məlumatları çox klassik şəkildə ala bilərəm. Necə ala bilərəm? İndi normalda inputların içərisindən hər hansı bir məlumat almaq istəyirəmsə mən, bunun bir neçə versiyası var. Deməli, mən birinci burada qərar verəcəm ki, mən nə etmək istəyirəm? Yəni, buna klik olunanda buradakı məlumatları almaq istəyirəm. Çox primitiv üsul nədir? Mən buna gələrəm, ID verərəm. ID bərabər və ya buna deyərəm ki, onClick. Elə buradan başlayaq. OnClick submit form deyə bir metod eləyək və buna bir funksiya yazaq. Function submit form. Və deyək ki, bunun içərisində mən məlumatları almaq istəyirəm. İndi mənim burada nə məlumatlarım var? Gəlin baxaq. Inputlarım var. Bir dənə text arayam var. Mən burada məlumatları almaq istəyirəm. İndi burada çox klassik üsul nədir? Mən bunlara ID verə bilərəm. Yəni, bunlarda önəmli olan nədir? Bir-birindən fərqləndirməkdir bunları, düzdürmü? Bunlara mən nə ilə verə bilərəm? ID ilə verə bilərəm. ID bərabər name. Bu şəkildə. Ondan sonra gələ bilərəm buna ID verə bilərəm. Surname. Bu şəkildə götürə bilərəm. Ondan sonra bura deyə bilərəm ki, ID olsun, message olsun. Bu şəkildə mən bunlardan deyə bilərəm ki, tək-tək get götür, let name bərabərdir. Bu, bunun value'su. Ondan sonra eyni şəkildə deyək ki, let surname, bunun value'su və let message olsun. Bunun value'su mən bu şəkildə götürə bilirəm və ondan sonra gəlin deyim ki, console log console table deyək. Bunun içərisində bu şəkildə bunları mən göstərim. İndi mən bura gəldiyim zaman normalda gözləyirəm ki, buna mən klik edəndə buradakı məlumatlar yazılacaq. Deyək ki, Əhməd Məmmədov, salam yazdı. Və mən bu sende basanda burada nəticənin görünməsini istəyirəm. Nəticə göründü. Diqqət elədirsə. Nəticə göründü. Amma burada qalmadı. İkinci dəfədə fikir verin. Birinci dəfədə, məsələn, mən bunu göndərdim. Və bunun üzərində işləyəndə gəldik bura. Buna göndərdik. Bu şəkildə gəldi, burada məndə göründü. İndi burada HTML elementlərinin bəzi xüsusiyyətləri var. Məsələn, input elementinin text inputla submit input arasında JavaScript üçün müəyyən fərqlər var. Nə fərqlər var? Mən məsələn buna yazmasaydım, baxın, buna bu xüsusiyyəti yazmasaydım, mən burada buna klik edəndə, sende klik edəndə, ekrana bir dənə diqqət edin, bir şey var, hərəkət var. Yəni, burada mən buna submit'ə basanda, buradakı submit'in xüsusiyyəti odur ki, bunun daxilindəki məlumatları göndərsin bura. Məsələn, deyək ki, about HTML yazaq bura və hər hansı bir şey yazaq, about HTML və ya başqa bir adres yazaq. Mən bura yazdığım zaman bu məlumatları bu form nə edəcək? Göndərəcək ora. About HTML. Gördüyünüz ki, URL dəyişir. Deməli ki, mənim bu inputumun üzərində müəyyən əlavə bir vəzifə var. Yəni, bunun default xüsusiyyətləri içərisində, submit'in default xüsusiyyətləri içərisində button click eventi var.
Yəni hətta mən burada bunu yoxlamaq üçün belə deyə bilərəm. Deyə bilərəm ki, burada qaytardım bunu yerinə. Və mən burada deyirəm ki, about HTML versin mənə, about HTML versin və hətta HTML verməsin. Mənə sadəcə göstərsin ki, bunun üzərində nə event var. Bunun üzərində. Gəlirəm bura event deyirəm və burada yazıram ki, mənə göstərsin ki, hələ ki bunları saxlayıram. Burada deyirəm ki, bura göndərilən parametri mənə, bura yazmaq zorunda deyilsiniz. Bura gəldim, mənə bunu göstər. Yəni, hansı parametr verilibsə buna, onu mənə göstərsin. İndi gəldik bura. Burada nə var? Mən submit formunda bu funksiyonallığı yazmışam və bunun nəticəsini görmək istəyirəm. Gəldik bura. Baxın, indi mən bunu send-ə basanda bu mənə nəyi göstərir? Yəni ki, hal-hazırda hər hansı on-clickdir bu. Eləmi? Bunun üzərində bir dənə eventi var bunun. Eləmi? Eventi var. Və belə deyək, bunun içərisində bu event hansıdır? Pointer eventidir. Yəni, hansı eventin type nədir? Ona baxmaq lazımdır ki, bu pointer eventdir. Və mən burada bunu başqa cür, yəni buna klik olunmasını başqa cür necə təmin edə bilərəm? İki cür təmin edə bilərəm. Gəldim bura. Eləmi? Və burada mən bunun submit olunmasını ya bunun özünə müraciət edərək deyə bilərəm ki, buna klik olunanda bu olsun və ya ikinci bir variant deyə bilərəm. Deyə bilərəm ki, let form bu formumu seçdim. Ondan sonra deyə bilərəm ki, form on submit deyə bilərəm. On submit. Yəni, bu o deməkdir ki, on submitdə mən bura bir dənə function yazıram. Bu başlayacaq bunun üzərində işləməyə. On submit. Mən bunu deyirəm ki, bu on submit metodu, bu avtomatik burada görürsünüz ki, mənim bir dənə formum var. Bu o deməkdir ki, form submit olunanda, yəni onun içərisində input type bunda bir type input olan bir dənə şey olmalıdır, element olmalıdır. Buna submit olunanda bunun nəticəsi burada görünsün. Burada mən gəldim. Buna submit edəndə bir dəqiqə form on submitdə şey verir. İndi burada mən buna deyirəm ki, form on submit və ya gəlirəm buna deyirəm ki, form add event listener. Deyirəm ki, buna submit eləyəndə bu funksiyanı işlər. Və ya bura bir dənə funksiya yaz ki, submit olunanda bunu işə salsın. Bu şəkildə. Deyirəm ki, mənə lazımdır ki, bunun eventini görüm, nə olduğunu görüm. Console log event deyirəm. Baxın, console log event deyirəm. Bu mənə göstərsin ki, burada hansı event var. Bunun üzərində hansı event var. Buna klik edəndə bu mənə verəcək nəyi? Gəldik bura, konsola baxaq. Bir dəqiqə, form. Get element by ID burada düz yazmamışıq. Yəni buna ID-yə verək bura. ID form verək ki, o düz seçə bilək onu. Və mən artıq bunu verəndə, diqqət edin, baxın. Mən indi bu sabah hər hansı başqa on-click və s. yazmamışam. Sadəcə bunu verəndə, bu mənə bunu verir. Baxın, submit event deyə bunun üzərində bir event var imiş. Yəni, submit event var. Bunun üzərində default olaraq verilən bir submit event var ki, mən formu göndərəndə bunun məlumatlarını bu şəkildə, yəni, necə deyirlər, məlumatların alınmasının başlanğıcını bu şəkildə edə bilərəm. Yenə, dediyim kimi, buradan gəlib şey edə bilərəm, başqa cür necə seçə bilərəm. Bu birinci versiya, deyək ki, bu birinci versiya HTML event yazıram və ona bir funksiya əlaqələndirirəm. Ondan sonra formun üzərindən edə bilirəm. Ondan sonra bundan əlavə də deyə bilərəm ki, bu formun içərisində mən seçə bilərəm let submit button btn. Bərabərdir, bunu necə select edə bilərəm? Bunu əgər ID verməmişəmsə, class verməmişəmsə, deyə bilərəm ki, document query selector. Buradan deyə bilərəm ki, normal HTML-də mən bunu necə seçirəm? Deyirəm ki, input type submit. Yəni, inputlar içərisindən type submit olan mənim
submit button. Buna görə deyirəm ki, submit button, add event listener. Bunu silək, buna lazım deyil. Və burada deyirəm ki, buna bir dənə function assign edirəm. Deyirəm ki, submit olunanda bunu elə. Yəni, bu da eyni şəkildə eləyəcək. Console log, click end deyək. Buna klik eləyəndə fikir verin. Mən buradan seçmiş oluram bunu. Yəni ki, inputların içərisində submit hansıdırsa bunu seçmiş oluram və onun üzərində işləyirəm. Gördüğünüz gibi input is not defined. Bir dəqiqə. Input is not defined verir. Input selected. Pardon. Buna təbii ki tırnaqda eləmək lazımdır bunları. Input type. Bunu seçdi və buradan mən bunu send edəndə gördüğünüz kimi clicked olaraq verir mənə. İndi bunları bir neçə variant. Yəni bunların hansı fərqli məqsədlərlə, fərqli məntiqlə bunları işlədə bilərik. İndi bu sabit məsələsində diqqət edəcəyimiz məqamlar nədir? Sabit məsələsində deməli mənim hər hansı bir formu klik edəndə, submit edəndə mənə lazım olur ki, fərqli xüsusiyyətlərini istifadə edeyim. Mənə məsələn lazım deyil o eventi istifadə eləmək. O zaman mən deyirəm ki, gəlirəm və burada deyirəm ki, prevent default. Prevent default bilirsiniz yəqin ki. Prevent default nə edir? Bu eventin üzərində, bu elementin üzərində hər hansı bir event varsa, onu suspend edir. Yəni onu saxlayır. Yəni default anadan gəlmə bir xüsusiyyətimiz varsa, onu saxlayır. Əgər bunun üzərində başqa click eventi olsaydı, məsələn bunun nümunəsini buradan verim. Deməli burada bir dənə A təqim var. Deyək ki, bu gedəcək about HTML-ə. Düzdürmü? Məsələn, about us deyə belə bir mənim linkim var. Burada normalda necədir? About us-a klik eləyəndə gedir bura. Düzdürmü? Yəni buna klik eləyəndə. Amma mən bəlkə istəmirəm about us-a klik eləyəndə onun üzərinə geçsin. Bu necə olur ki, mən məsələn, bunun yerinə span olsaydı, məsələn, deyək ki, span elementi yazsam, span veya div elementi yazsam, span. Baxaq. Span elementi yazdı, refresh elədi və mən buna klik eləyəndə getmir. Sadəcə A yazanda gedir. Diqqət edirsinizsə. Deməli ki, burada A-nın bir özəl vəziyyəti var burada. A-nın bir özəl vəziyyəti var. Bu o deməkdir ki, A təqində JavaScript üçün bir event var, click eventi var. Default olaraq click eventi var. Ona görə mən gəlirəm burada deyirəm ki, məsələn, A-nı seçim, let deyək ki, URL link A btn deyək, bərabərdir, document, query selector. Və mən burada seçirəm nəyi? A-nı. Düzdürmü? Və mən buna deyirəm ki, hər ki buna hər hansı bir event verməyəndə, deyirəm ki, buna klik edəndə nəsə olsun. Klik edəndə, məsələn, olsun ki, console log salam yazsın. Click end yazsın. Onu bir dənə buradan bağlayaq. Və mən indi bunu istifadə etmək istəyirəm. Düzdürmü? Gəlirəm bura. Və refresh edirəm. About us-a bastım. Diqqət elədirsə, o mənə clicked sözünü göstərdi, amma ondan sonra getdi about HTML-ə. Eləmi? Mən indi istəmirəm bu eləsin, about HTML-ə geçsin. Onda mən avtomatik olaraq nə etməliyəm? Bunun üzərində əgər bir event varsa, onu necə deyərlər, kill eləməliyəm, yox eləməliyəm. Bunu eləmək üçün də gəlirəm burada deyirəm ki, prevent default. Bunu verirəm ki, bu mənə, necə deyərlər, var olan, üzərində özünün defaultda var olan xüsusiyyətini mən buradan yox edeyim. Baxaq. Baxın. Mən bununla nə eləmiş oldum? A-nın üzərində olan eventi öldürmüş oldum. Prevent defaultla. Ki, saxlamış oldum ki, mən bunu normal şəkildə özüm eləmək istəyirəm. Bu bizə bəzən lazım olacaq. İndi bəs desək ki, mən bunu yazdım.
Bəs mən A-nın o xüsusiyyətini necə yönləndirə bilərəm o şey məsələsinə? Yəni about-u necə yönləndirə bilərəm? Mən bunu eləyə bilərəm nə ilə? JavaScript buna imkan verir ki, window bunun xüsusiyyətləri var ki, location-da səhv eləmirəmsə şeyin adı nə idi? Location. Bu avtomatik olaraq deyirəm ki, zəhmət olmasa mən buna klik edəndə bunu yönləndir about HTML. Yəni A-nın öz default xüsusiyyəti olmayanda mən bunu yönləndirə bilirəm. Bunu yönləndirdik bura. Baxın. İndi mən buna klik edəndə gedir about HTML. İndi mən bunu eyni xüsusiyyəti gəlib burada indi diqqət edin. Artıq mən burada span da yazsam, baxın. Span eventi də yazsam, span da yazsam. İndi mən buna gəlib qaydaq. Artıq mən burada harada səhv elədik? Add event listener-da add event listener. Burada error nəyə verdi? Bir dəqiqə baxın. Add event listener. Yəni mən burada buna şey verəndə və hətta belə bunu silim. Bu artıq buna lazım deyil. Mən hər hansı bir başqa A-dan xaric olaraq başqa hər hansı bir elementə bu şəkildə xüsusiyyət vermək istəyirəmsə, mən buna deyəcəm ki, bu artıq buna klik eləyəndə btn, bunu span eləyək, seçək spanı və mən artıq bu spana klik eləyəndə, baxın, bu span da bunu yönləndirir bu tərəfə. Yəni bunu yönləndirən kimdir? Buradakı mənim eventimdir, bu xüsusiyyətimdir. Yəni bu şəkildə mən rahatlıqla istədiyim elementə yönləndirmə xüsusiyyəti verə bilərəm. Default-da yox və s. və s. istifadə edə bilərəm. İndi bunları bilmək lazımdır ki, rahat davrana bilək. HTML-də eventlərlə rahat işləyə bilək. İndi gəldik şey tərəfə. Buradakı inputlardakı məlumatları almaq. Və mən burada indi deyirəm ki, prevent default eləyək. Bunlar işimiz yoxdur. Deyirəm ki, submit butona klik eləyəndə bunu istifadə elə. Amma ən çox istifadə olunan metodlardan biri form submitdir. Yəni deyirəm ki, forma submit eləyəndə e.prevent default elə ki, mən öz istədiklərimi şey eləyə bilim. Yazım. Let surname bərabərdir. Bu şəkildə mən bunları əldə edə bilirim. Name, surname, ondan sonra bir dənə də olsun message. Let message bunları aldıq. Bərabərdir. Bunun valuesunu aldıq. Buradan istifadə elədik. Və bu artıq mənim məlumatlarımı alacaq və mən bunu hara istəsəm göndərə bilərəm. Ondan sonra deyək ki, console table göstərək, bunu bu şəkildə mənə göstərsin. Forma submit eləyəndə bu məlumatları mənə göstərsin burada. Gedək baxaq. Deməli, gəldik, buradan submit elədik, bunu bla 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 və burada mənə bunun məlumatlarını göndərəcək. Gördüyünüz kimi başqa hər hansı bir səhifəyə getmədi və s. və s. İndi bu birinci ən primitiv üsulla mən buradakı məlumatlarımı əldə eləyə bilərəm. Və ikinci üsulda, məsələn, bunun mənfi tərəfi nədir? Əgər buradakı input sayıları çoxdursa, mən məcburam ki, buradakı bütün məlumatları tək-tək əlimdən yazım. Eləmi? Amma, məsələn, JavaScript-də mən eləyə bilərəm ki, bunun içərisində hansı məlumatlar, hansı tiplər, məsələn, mənim məlumatlarım hansılardır? Input. Düzdürmü? Mən bunları necə eləyə bilərəm, necə götürə bilərəm? Birinci bunları mən bilirəm ki, bunların parenti forumdur, eləmi? Bunun içərisində neçə dənə element var? 4 dənə element var. Mənə lazımdır bunlardan biri sadəcə submit olmayan digər inputların və ya text arrayaların məlumatlarını almaq istəyirəm. Bunun üçün, məsələn, mən belə bir şey eləyə bilərəm. Birinci gəlin baxaq burada. Deyirəm ki, forma submit eləyəndə, deyirəm ki, this children, mənə bunun övladlarını göstər. Bunu mənə övladlarını göstər deyirəm. Bunu mən submit eləyəndə, baxın,
nə göstərəcək bu mənə? Send edəndə deməli mənə HTML collection göstərir və HTML collection içərisində nə var? Diqqət edin. Input name var, input var, text area var və bir də button var. Mənim məlumatım olan hansıdır? Budur. Eləmi? 4 dənə elementim var və mən bunun içərisindəki məlumatları almaq istəyirəm. Values'unu almaq istəyirəm. Bunun üçün nə edə bilərəm? Deyirəm ki, let inputs bərabərdir these children. Bu mənə nə verdi? Bir dənə HTML collection verdi. Iterable bir HTML collection verdi və mən bunu belə yaza bilərəm. Deyə bilərəm ki, for let item of inputs və bunun içərisində deyirəm ki, əgər type submit deyilsə, mənə onun values'unu göstər. Bu şəkildə. Gəldik bura. Bla 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 bla. Bu mənə bunun məlumatlarını göstərir. Bax, Salkud mən dedi. Bunun müsbət tərəfi nədir? Mən sabah bir gün bura hər hansı bir başqa bir input əlavə eləsəm, e-mail, ondan sonra phone və s. və s. əlavə eləsəm, burada hər hansı bir dəyişiklik eləməyə ehtiyacım yoxdur. Avtomatik olaraq mən burada bütün məlumatları mən buradan göndərə biləcəm. Submit elədim. Bu mənə bütün məlumatlarımı alacaq. Yəni, buradakı yeni dediyim kimi, həmişə JavaScript-də kod yazanda nəyi düşünün? Mən əgər UI-imda nələrsə dəyişəcəksə, mən onları elə optimal yazım ki, UI-dəki dəyişikliklərimi JavaScript avtomatik dedekt eləyə bilsin. UI içərisindəki şeyləri dedekt edə bilsin. İndi buna görə də, indi bəs deyək ki, sabah bir gün mən bunun içərisinə, bunu mən atacam nəyin içərisinə? Məsələn, divin içərisinə atacam. Bu bizə problem yaradacaq. Baxaq. Deyək ki, submit elədik. İndi artıq children sayı dəyişdi axı. Gördüyünüz kimi undefined verdi. Belə deyək də, undefined niyə verdi? Çünki mən burada əvvəlkində undefined verdi. Çünki bunun indi gəlin belə olan halda, bir dənə bunu saxlayaq və ya item göstərək. Deyək ki, console log item. Belə. Baxaq görək bu, əgər div vermişəmsə, bu mənə nə verəcək? Analiz eləyək. Gəldik bura. Və bunu verəndə, bu diqqət edin, mənə divi verdi. Hansı ki, divdə value yoxdur. Divdə value yoxdur. Ona görə mən bu inputların içərisində sadəcə type-ı, müəyyən type-lar olan input, text area, select və s. olanları seçməliyəm. Ona görə deyəcəm ki, burada let input types belə bir array yaradım. Bu nədir? Text areadır. Mənə lazım olan text, email, password və s. Bütün şeyləri buraya yazdım. Input type'ları buraya yazdım. Ondan sonra deyim ki, əgər bunların hər hansı birinin type'ı bunlardan biridirsə, məsələn, burada submit'i çıxardı, eləmi? Və ya buna deyək ki, input type, bunu da yoxlayaq. Gələk deyək ki, input types include əgər bundan birində varsa, onun value'sunu mənə ver. Yəni bunun içərisində. Dolayısıyla burada artıq mənim üçün hər hansı bir problem yaranmayacaq. Gələcək mən input type'ın içərisində nə qədər value varsa onları götürəcəm. Divi artıq ignore eləmiş oluruq burada gördüyünüz kimi. Yəni burada artıq mənə lazım olan məlumatları mən buradan götürə bilirəm. Bu biraz daha optimallaşdırılmış versiyadır. Yəni ki, inputun içərisində, formun içərisində nə qədər input varsa, mən oradan rahatlıqla məlumatları götürə bilirəm. Bu optimal yoldumu? Yəni, kimə görə, nəyə görə, istifadə edəcəyiniz duruma görə dəyişə bilər. İndi bəs JavaScript özü bu qədər əhəmiyyətli bir məsələdə bizə bir kömək eləyirmi? Bəli, bu submitdə kömək edir və bir də o məlumatların toplanmasında biz başqa cür yanaşmalar, məsələn, şey deyirik. Bunu da nə ilə biz götürə bilirik? JavaScript-də, DOM-da form data deyə bir class var.
Form data class. Bu nə üçün istifadə olunur? Bizim ümumi JavaScript-də məlumatların alınması üçün bizə lazım olan şeyi verir. Xüsusiyyətləri verir ki, biz burada onları ala bilərik. Amma bunun istifadəsi, biz bundan daha çox istifadə edəcəyik. Niyə? İndi bunu istifadə eləyək və mən burada yazanda, indi bunu saxlayıram, hələ ki bunu saxlayıram. Hətta silib daha rahat olsun. Mən burada deyirəm ki, let data bərabərdir new form data və mən buradan formun içərisindəki məlumatları götürəcəm. İndi gəlin baxaq, bu mənə nə verəcək? Console log data. Baxaq görək, bu mənə nə verir? Birinci, təbii ki, bu yeni klass olduğu üçün mən bunun parametrlərinə baxmalıyam ki, burada mən nə istifadə edə biləcəm. İndi hələ ki, mən burada diqqət edirsə, bunun parametrlərindən deyir ki, birinci parametr HTML form element, onu ver, onu parametr olaraq ver. Bir də submitter var. Submitter nə deməkdir? Sən bu formun içərisində submit funksiyasını eləyən kimdir? Budur. Bunu specify eləyə bilərsiniz. Specify eləməsəz, bu default olaraq nəyə götürəcək? Input type götürəcək. Hətta buna baxsaz buradan, bunun avtomatik olaraq bir input type özü götürmüş olacaq. İndi gəlin bir dənə buna baxaq. Bu bizə nə verəcək? Form data nə verəcək? Gəldik bura. Bu mənə bir dənə form data obyekti verir. Bu şəkildə içərisində mən heç nə görmürəm. Və bu xüsusiyyətləri var. Append, delete, entries for each, get all, has, key, set və s. values. İndi bunun istifadəsi məntiqi necədir? Ki, bu artıq bizim normal şeydə də, backenddə də bu məntiqlə işləyir. Normalda mən buradan hər hansı bir formu submit eləyəndə, formun içərisində, o inputun içərisində yazılan datanı almaq üçün mənim HTTP requestlərim, post requestim, get requestim nəyi istifadə edir? Name atributunu istifadə edir. Baxın, burada. Və biz, necə deyərlər, hər hansı bir formun içərisində məlumatı götürəndə bu name atributuna görə istifadə edirik. Gəlin bir dənə buna baxaq. İndi bunları e-maili silirəm hələ ki, daha rahat olsun deyə 2 dənə şey saxlayıram burada. Bunu da silək, gözümüzü qarışdırmasın bizim. Və indi mən burada bunu submit eləyəndə baxın nə baş verəcək. Hələ ki bunu da saxlayıram, baxın. Bunu da saxlayıram, hər hansı bir şey eləmirəm. Gəlirəm mən buna submit eləyəndə, bura diqqət edin zəhmət olmasa. Baxın, bunu yazdım. Bu mənə nə əlavə elədi, fikir verin. URL-ə, name, surname-lə bunları əlavə elədi. Bunlar da nədir? Mənim name atributlarımdır. Bu, klassik backend-də istifadə olunan, yəni bir UI-dan əgər mən data almaq istəyirəmsə, ən optimal, yəni backend-dən data alanda bu yoldan istifadə olunur. Və indi mən bunu aktiv eləyib. Aktiv eləyəndə diqqət edin. İndi bu avtomatik olaraq form datada buna əsasən işləyir. Baxaq indi. Refresh eləyək və Saul Goodman eləyək. Bu avtomatik olaraq bunun içərisində bu məlumatları mənə əlavə edəcək. Və indi mən bunu görmək üçün bu datanı əlavə edəcək. Belə deyək. Bunun içərisindəki dataları götürək və burada mən bunun içərisində hər hansı bir məlumata akses eləyə bilmək üçün mənim burada bu şeylərim olacaq. Artıq name atributu nədirsə, ona görə mən məlumatları ala biləcəm. Gəldik bura. Baxın, Əhmədi aldım. Ondan sonra bundan digər xüsusiyyətləri var. Values deyə. Baxaq. Bunun içərisində hansı value'lar var, onlara baxacaq. Baxın. Bunun içərisində bu artıq mənə nə verir? Bir dənə iterator verir. Bunun içərisində mən bu məlumatları ala bilirəm. Və onun içərisində hansıdırsa, hansı mənə lazımsa onları götürə bilirəm. İndi burada mən artıq və ya bunun içərisində entries deyə bir
xüsusiyyəti var. Entries nədir? Bunun içərisində mən buradan form submit olunanda həm bu dəyəri verir mənə, key dəyərini verir, həm də bunun içərisindəki valuesunu mənə verir. Gəldik bura. Baxın, bunun içərisində mən bunları, bu mənə bu datanı verir, bu datanı verir. Mənə lazım ki, bu data üzərində mən iş görüm. Yəni, bunun içərisində nə var, onları mən baxım. Yəni, bunun içərisində hansı məlumatlar var, hansılarını ala bilərəm, hansılardan istifadə edə bilərəm. Və bu entries metodu bizim onun içərisindəki məlumatları rahatlıqla ala bilməyimizi təmin edir. Və ondan sonra mən bunu almaq üçün bu məlumatları deyək ki, buradan aldım. Bir dənə baxaq, bu form datanın hansı xüsusiyyətləri var? Append, delete, entries. Entries-də fikir verin. Burada bir dənə şey verir mənə. Baxın, append elədi və bunun içərisində mən bu məlumatları ala bilirəm. Ondan sonra entries-dən bu mənə key value metodu ilə belə bir xüsusiyyət verir. Yəni ki, mən bunun içərisindən artıq bu mənə bir data verir və mən bunun içərisindən o məlumatlarını ala bilirəm. Deyirəm ki, gəlirəm bura, buradan deyirəm ki, for data values və ya data entries deyə bilərəm. Bu data values sadəcə məlumatları götürür. Buradan, baxın. Baxın, bu sadəcə məlumatları götürdü. Amma data entries isə bu mənə key value pair verir. Yəni, mən bunun içərisində işləyəndə həm keyini görə bilirəm, həm də onun valuesunu oxuya bilirəm. Buradan. Baxın, bu mənə nə verir? Baxın, key value pair kimi həm onun keyini verir, həm də onun valuesunu verir. Key value bunları mənə verir. Və mən artıq burada istifadə edəndə bunu belə götürə bilirəm. Deyirəm ki, mən burada hansını eləmək istəyirəmsə, bu gördüyünüz kimi bu array. Mən bunun 0-cı indeksinə versəm, baxın, value 0, value 1 versəm, bu avtomatik olaraq mənə onun datalarını vermiş olacaq. Fikir verin, name, surname bu şəkildə verir. Artıq bu mənim üçün daha optimal yoldur ki, mən forumda gəlib hər hansı bir e-mail qeyd edəndə, ondan sonra fon qeyd edəndə, mən bunun içərisindəki məlumatları rahatlıqla bu şəkildə əldə edə bilərəm. Baxın. Gördüyünüz kimi. Və bu mənə nə şərait yaradır? Baxın, o məlumatların alınmasını rahatlıqla mən bu məlumatları rahatlıqla store edə bilirəm. Mənə əsas məqsədim nə idi? Buradakı məlumatları götürüm və bir yerdə store olunsun bu məlumatlar. Submit olunanda. Düzdürmü? Və mən indi bunun üçün deyirəm ki, all data deyirəm. Let all data. All users deyək. Bu boş bir dənə list yaradıram, massiv yaradıram və indi istəyirəm ki, mən hər submit olunan məlumatı obyekt formatında yazım bunun içərisinə. Və indi mənə lazımdır ki, mənim buradakı şeyimə görə neçə dənə inputum varsa, bunlar bir adamın, bir user'ın xüsusiyyətləridir. Name, surname, email, phone. Mən bunu daha rahat, daha optimal şəkildə ala bilmək üçün belə bir xüsusiyyət edirəm. Deyirəm ki, gəlirəm bura. Burada bir dənə let obj olsun. Let obj. Başdan bir dənə boş bir obyekt düzəldək. Let obj. Bərabərdir bu şəkildə. Və indi mən buna istəyirəm ki, key value metodu ilə, yəni obyektin keyi bu olsun, name olsun, surname olsun, email olsun, fon olsun, dəyərləri də onun dəyərləri olsun. Dolayısıyla mən gəlirəm bura deyirəm ki, obj bərabərdir bu şəkildə. Bu avtomatik olaraq mənim üçün nə yaradır? Baxın, console log obj edəndə və diqqət edin, nə yaradacaq bu mənim üçün? Gəldik bura. Bunu paketlədik. Bax, bu mənim üçün bir dənə obyekt yaratdı. Hansı ki, bu formun içərisində olan bütün məlumatları keyinə görə, valuesuna görə belə topladı. Ondan sonra və mən burada gəlsəm desəm ki, all users push object desəm və ondan sonra hər dəfə console log
all users desəm, bu avtomatik olaraq mənim üçün nə edəcək? Buna əlavə elədik. Tak, bunu göstərdi. Bir dənə obyekti doldurdu bunun içərisinə. Ondan sonra ikincisini dolduraq. Deyək ki, bu şəkildə bunu doldurduq. Samir Məmmədov, Samir Kərimov deyək. Bu şəkildə mən bunu doldurdum. Baxın, bu artıq ikinci obyekti mənim üçün doldurdu və eyni strukturlu şəkildə mənim üçün doldurmuş oldu bunun içərisinə. Və bu mənə diqqət edirsiniz, tam da mənim istədiyim, yəni backend-çiyə nə lazımdır? Bu məlumatlar bir yerdə store olunsun və mən ondan götürüm istifadə edeyim hardasa. Və mən bu məlumatları bir yerdə store elədikcə, bu şəkildə store elədikcə rahatlıqla onun üzərində işləyə bilərəm. Və niyə mən indi diqqət edeyim, baxın, bunu mən verdim, düzdürmü? Və mən indi bunu bir refresh edeyim. Və gəlirəm, deyirəm ki, mən burada yeni bir input əlavə eləmək istəyirəm. Sonradan. Eləmi? Gəlirəm, burada deyirəm ki, text araya əlavə eləmək istəyirəm. Və burada ad verirəm nə? Deyirəm ki, name, message. Baxın, sadəcə inputla işləmirəm. Diqqət edirsinizsə. Bunu işlədik. Ondan sonra, məsələn, deyək ki, input type checkbox olsun. Checkbox. Burada name verdik. Name approve rules dedik. Rules'u qəbul eləsin və ya deyək ki, status olsun. Status olsun. Başqa bir dənə. Ondan sonra select əlavə edirəm bura. Select deyirəm ki, country olsun. Və bunun içərisində optionlarım olsun. Optionlarda da, o optionlarda almaq üçün mən nə edirəm? Burada deyirəm ki, məsələn, olsun Bakı olsun. Burada Bakı yazaq. Sonra bunu artıraq. Deyək ki, olsun Quba. Pardon. Şamaxlı olsun. Bu şəkildə mənim bir dənə şeyim var. Bunlara da class form control deyək. Form control. Burada form control əlavə edək ki, rahat görünsün. Mən bu şəkildə bunları əlavə edə bilirəm və nəticədə mənim formumda belə bir görüntü var. Və indi buradakı məlumatlara baxın, doldurduq. Ondan sonra bura yazı yazdıq, bunu çek elədik. Buradan da Şamaxını seçdik və submit elədik. Və burada yaranan şeyə fikir verin. Obyektə fikir verin. Country'ni seçdi, e-mailimi yazdı, message, ondan sonra status on və ya off. Və ya bunu seçdik. Təkrar göndərdik, statusuma baxdı, on-off statusunda mənə bir şey qaytarmış oldu, belə deyək də bunun içərisində. İndi burada checkbox'ı çek eləməyəndə bunun elə bir ki, defaultunu əlavə eləmək lazımdır ki, checked olsun və ya olmasın. Deməli ki, bu forum data ilə, forum data əsas orientasiya nöqtəsi olaraq deyir ki, sən hansı inputları yazacaqsansa, ona düzgün şəkildə şey yaz, name ilə adlandır. Geri qalanı mən sənin üçün həll edirəm. Yəni, əsas mənə data. Artıq mən bunun içərisində olan dataların bir yerdə toplanması üçün özümdə dərd eləməyəcəm ki, mən bu məlumatları necə toplayacam, harada toplayacam. Ondan sonra gəlsək, bura məsələn, fərqli nə var inputlardan? Input, məsələn, type date olsun, məsələn. Type date olsun. Ondan sonra yazaq bura, class, form control. Yazdıq ki, mən buradan bunu ala bilim. Gələk baxaq və buna name'inə date verək və ya register date verək. Add date olsun, belə. Gördüyünüz kimi. Yəni, mən burada bunu verəndə avtomatik olaraq seçim burada, hansıları eləyəcəmsə, bunu check edeyim, buradan qurbanı seçim, buradan bir dənə hər hansı bir tarix seçim, send edeyim və bura baxın, buradakı bütün
mənim o datalarım gəlmiş, düşmüş olacaq. Add date, country, Məmməd, ondan sonra status və s. və s. İndi bu artıq bizim üçün indi bu survey taskimizdə də, gördüyünüz kimi bizdə həddən artıq çox şey var. Inputlar var. Mən o inputları idarə eləmək üçün, mən bu üsuldan istifadə edəcəm. Dolayısıyla mən UI-mi yazanda bunlara diqqət eləməliyəm. Yəni tək-tək seçmək yerinə, tək-tək eləmək yerinə UI strukturumu elə yazmalıyam ki, sabah mən onu submit eləyəndə və ya göndərəndə orada hər hansı mənim problemim çıxmasın və oradakı data bizdə surveydə gedək açaq baxaq surveyi. Diqqət edirsinizsə burada. Burada mən bu survey məlumatlarını alanda, baxın burada mən indi biz buna trigger deyirik proqramlaşdırmada. Mən bu məlumatları hansı halda götürəcəm? Məsələn, forward-a klik eləyəndə artıq mən bu məlumatları götürməliyəm. Ona görə mən bu form datanı nə edəcəm? Bundan əvvəlki dərsdə diqqət elədirsə, biz necə bir data strukturudur? Ərli, içərisində obyektlər. Və mən buradakı seçdiklərimə görə avtomatik olaraq bu məlumatları götürüb bir obyektin içərisinə yaza bilərəm. Və ya onun üzərində hər hansı bir əməliyyat apara bilərəm. İndi bu məntiqlə UI tərəfini yazanda daha rahat yazmış olursunuz. Yəni daha məntiqli şəkildə yazmış olursunuz ki, mən buradan UI-da yazanda elə yazmalıyam ki, sabah bir gün mən bunu JavaScript-də rahatlıqla ala bilim. Yəni, ola bilər ki, məsələn, burada elə bir input istifadə edəsiniz ki, yazdığınız, sizə lazım olan nədir? Haradan data alacaqsınızsa, ora name atributu verməyiniz kifayətdir ki, siz buradan onları götürə bilərsiniz. Məsələn, bunlardan və s. və s. bunlardan. İndi bir də bizə lazımdır ki, bunların, deyək ki, bir var submit-ə basanda və ya daha optimal şəkildə mən istəyirəm ki, hər hansı bir məlumatı alanda, hər hansı bir məlumat yenilənməsi olanda mən onu JavaScript-də necə görə bilərəm? Yəni, bu da asinxron proqramlaşdırmaya girir, hansı ki, növbəti dərsimizdə bununla əlaqədardır ki, mən burada hər hansı bir dəyişiklik olan, məsələn, bu formun dəyişikliyi, məsələn, bu formu doldurduq deyək ki, eləmi? Buradan doldurduq, 34 və s. bunu da elədik və forma klik elədim, buradakı dəyişmə var. Eləmi? Bu dəyişmə nə ilə əlaqədardır? Mənim buradakı durumumla əlaqədardır. Yəni, buradakı statusa görə bu dəyişir. Düzdürmü? Bu dəyişməni və ya status dəyişməsinə görə bunun dəyişməsini biz eləmək üçün biz asinxron proqramlaşdırmadan istifadə edəcəyik. Yəni, bunun içərisindəki funksiyonallıq gözləyəcək ki, biz burada nəsə iş görək. O iş görülübsə, burada hər hansı bir dəyişmə olsun. Buna da biz asinxron proqramlaşdırma deyirik ki, və bunun üzərində də növbəti dərsdə işləyəcəyik. Belə, bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşənə qədər.